Xəbər verdiyimiz kimi müğənni Kamilə Nəbiyeva ana olub. Sənətçinin xəstəxanadan görüntüsü yayılıb. Övladı doğulandan sonra onu ilk dəfə görən Kamilə mahnı oxuyub. Həmin görüntülər sosial şəbəkədə yayılıb. Qeyd edək ki, Kamilə ötən il prodüser Pərvin Fətəliyevlə ailə qurub. Xalq artisti Mələk xanım Eyyubovanın oğlu Nicatın ad günü olub. Müğənni övladının özəl gününü evində ailəsi ilə birlikdə qeyd edib. Mələk xanım Eyyubova övladı ilə fotosunu yayımlayaraq "Canım oğlum, doğum günün mübarək, yaxşı ki varımızsan" sözlərini yazıb. Aktrisa Zümrüd Qasımova sosial şəbəkədə ona tənqid yazanlara cavab verib. Ona mənfi rəy yazanların əksəriyyəti xanımlardır. Aktrisa əlavə edib ki, təhqir yazanlar sevgisizlikdən əziyyət çəkirlər. Bu həyatda o qədər acı çəkdim ki, sizin fikirləriniz mənim heç vecimə də deyil. Yaşamağımdan zövq alıb, Allaha hər gün təşəkkür və şükr edib yaşayıram. Bilib-bilmədən məni qınayan bəzilərini isə ürəyimdən su içsinlər deyirəm. Bəlkə onda başınız özünüzə qarışar. İnsanlara olan nifrət hissi sizdə sevgisizlikdəndir. Çox maraqlı bir tapıntı etmişəm. Əslində heç vaxt kiməsə pis fikir yazmıram. Bir-iki səhifədə haqqımda məlumat paylaşılıb. Bir-iki xanım mənə təhqir yazıb. Görürəm ki, məni izləyirlərmiş. Nə qədər gözəl sözlər yazırlarmış. Amma səhifələrdə məni təhqir edirlər. Ortaq dostlarımız da var. Deməli, birlikdə məni müzakirə edirmişsiniz. Bunun hamısı sevgisizlikdən imiş. Sizə sevgi arzulayıram. Ən azından özünüzü sevin. Xoşbəxt qadın başqasının xətrinə dəyməz.